Biz Kərbəlaya gedirik. Kərbəlada bu qabar adam gedir. Biraz diqqətli olsa görəcək bunu. Belə ancaq başı o yazılara qarışmasa, hərdən bir başını qaldırıb baxsa, görürsən ki, adam zövq alır, ləzzət alır. Yəni deyirəm, oranın oteli də başqadır, avtobusu da başqadır. O tozu gəlir, onun da bir ləzzəti var. Qəribə bir şeydir ora. Gedirsən, ləzzəti alırsan tam, maksimum. Sonunda baxırsan savablara, nələr verəcəklər sənə. Sən onlar yadından çıxırsan, sən ləzzət, özünlə məşğul, öz keyfinlə. Hərdən mən xoş deyirəm Kərbəlada, nə ağlayasan, nə güləsən, oturub elə o ləzzətdə qərq olasan, göydən o ləzzət yağışı yağır hərəmin içində. Gedə bilmirik, heç olmasa danışaq, biraz qurdumuzu öldürək də. O ləzzət yağışının altında adam qalır, heç nə münacat eləmək istəyir hərdən, nə hacət istəyir, heç nə ilə oturmaq istəyirsən, baxmaq istəyirsən, ləzzət. O qədər ləzzətlə səni doyurur, çıxırsan, hədislərə baxırsan, kim bir addım atsa